Salam kanalımızın izləyiciləri. Bugün Abşeron rayonu Masazır qəsəbəsində, Masazırda tam yaşayışlı bir ərazidə, hündür bir ərazidə yerləşən, 20 yanvar işləyən marşrutun 350 metrliyində yerləşən 2.2 sotda paket kupcalı 3 otaq 100 kvadrat evimizin çəkilişinə gəlmişik. Qiymət çox münasib bir qiymətə təklif olunur. Yəni maraqlananlar bilir ki, belə qiymətə 3 otaq ev yoxdur. Burada belə gözəl yüksək bezəlmək üçün yerdə nəzərdə tutulur. Həyət kamil daşları, üzməni kanalizasiya mərkəzidir. Hündür kürsüzlərin geniş olma evimiz. Artıq əşyaları yığmaq üçün zirzəmdə var. Yəni zirzəmdən istifadə edib artıq əşyaları yığmaq olar. Evimizin geniş həyəti var. Bir neçə maşın rahatlıqla daxil ola bilər. Keçək evin içəri hissəsinə. Hər yan döşəmə taxtadır. Evimiz 100 kvadratdan ibarətdir. Sənədlər paket kupcalı. Yəni dövlət ipotekasına da yararlı bir evdir. Mətbəxinə maşallah baxanlar öz görür ki, çox genişli mətbəx verilir, yığılır. Pəncərəsi öz həyətinə baxır. Geniş yataq otaqlarından biri. Yəni gördüyünüz əşyalar satış qiymətinə daxildir. Yəni evdə qalır. Pəncərəsinin qarşısı açıqdır, bir maneəsi yoxdur. Yəni həqiqətən Masazırda 3 otaq, 2.2 sotda bu qiymətə ev tapmaq çətin məsələdir, amma biz tapmışıq. Burası sanitar boşluğu və hamamı. Digər geniş yataq otağı. Pəncərəsinin qarşısında bir maneəsi yoxdur. Keçək qonaq otağına göstərək. Dəhlizin genişliyinə yaxından fikir verin. Maşallah uzun kifayət qədər genişliyi qonaq otağında pəncərəsi öz həyətinə baxır. Təkrar edeyim, evimiz 2.2 sotda 100 kvadratdan ibarətdir. Bu divar stulu qalır. Yəni evimiz 2.2 sotda yerləşir, 100 kvadratdır, 3 otaqdan ibarətdir. Sənədi paket kupcalı dövlət ipotekasında yararlı bir evdir. 20 yanvar işləyən marşrutun 150 metrliyində yerləşir. Qiymət 350 metrliyində yerləşir, üzrü sayın. Qiymət 65 min manata təklif olunur. İnşallah real alıcılara endirim olunacaq. Sağ olun, kanalımıza dəstək olmağı unutmayın ki, belə gözəl ev əmazilər sizin də qarşınıza çıxsın. Sizin də satdıq mülkləriniz varsa bizimlə əlaqə saxlayın. Çox tez bir zamanda satışına köməklik edəcək.